İbn Abbas deyir, biz Peyğəmbər Əkrəmlə sallallahu əleyhi və alihi və səlləm küçədə gedirdik. Qarşı tərəfdən Əmr-əl-Möminin Əlinin əleyhissalam gəldiyini gördük. Həzrət Əmr-əl-Möminin gələndə Peyğəmbərə salam verdi. Əssəlamu əleykə ya Rəsuləllah. Peyğəmbər Əkrəm onun salamının cavabını belə verdi və əleykəssalam ya Əmr-əl-Möminin. İbn Abbas deyir ki, biz təəccübləndik. Peyğəmbər Əkrəm ilk dəfə olaraq Həzrət Əliyə Əmr-əl-Möminin möminlərin əmiri deyirdi. Deyir ki, biz təəccübləndik. Peyğəmbərdən soruşdum, ya Rəsuləllah. Əminiz oğluna olan sevginizə görə ona Əmr-əl-Möminin dediniz, yoxsa bu Allahın əmri idi? Peyğəmbər buyurdu, İbn Abbas, Meracda yalnız və yalnız mənimlə Allah olanda və Allahla danışdığım o məqamda Allahın səsini Əlinin səsi ilə eşitdim. Təəccübləndim. Soruşdum ki, ilahi, mənimlə sən danışırsan, yoxsa Əli? Allah Taala buyurdu, ey mənim Həbibim. Sənin qəlbinin dərinliklərini axtardım və gördüm ki, insanlar arasında sənin üçün Əlidən daha sevimlisi yoxdur. Bu məqamda səninlə elə bir səslə danışmaq istədim ki, sənə aramlıq versin. Çünki sən onunla ünsiyyətdəsən. Sonra Allah Taala mənə buyurdu ki, Əlini insanlara və hər kəsə Əmr-əl-Möminin adı ilə tanıt. Onu bu adla çağır. Bu, ondan əvvəl və ondan sonra heç kimin çağırılmadığı bir addır. Sonra Peyğəmbər buyurdu, mən Meracda cənnətin qapılarından hansının qarşısından keçdimsə, gördüm ki, o qapının baş tərəfində yazılıb. Lə iləhə illəllah. Muhammed Rəsulullah, Əliyün Əmr-əl-Möminin Vəliyullah. Bu, Əmr-əl-Möminin ləqəbi. Allah Taala tərəfindən verilmişdir və Peyğəmbər Əkrəm insanlar arasında onu bu adla çağıran ilk şəxs olmuşdur. Maidə, As